məhəbbətin ruhda miqdarını müəyyən eləmək üçün o hansı əlamət var? O əlamət budur. Allaha görə sevmək, Allahı sevən adamlar, Allahın sevdiyi adamları sevmək və Allahın düşmənini sevməmək. Allaha görə sevib, Allaha görə düşmən olmaq. Deyərəm ki, məhəbbətin yeganə səmimi əlamətidir. Yeganə. Gəlin dəyişək meyyarlarımızı. Meyyar Allah olsun. Kim Allahı sevir, Allahın yolundadır, onu sevək. Kim Allaha düşməndir, ona düşmən olur. Bəzi hallarda Allah bizi bundan imtihan edir. Allah öz düşmənini hərdən göndərir bizi imtihan eləmək üçün. Gəlir bir dənə sənə yaxşılıq eləyir. Sənə bir dənə yaxşılıq eləyir. Gəlir sən barədə Allahın düşməni bir dənə xoş söz deyir. Ürəyin getdisə, insanlarda qəribə bəzi psixologiya var. Nəsə Allahın düşməni onları tərifləyəndə bəzi adamlarda bu zəiflik var. Xoşlarına gəlir. Qətiyyət göstərmirlər. Allah gəlir öz düşməninin əli ilə birinə yaxşılıq eləyir. Öz düşməninin əli ilə birini təriflətdirir, onun tərifini onun dilinə salır. Görürsən bu insanda əldən ayaqdan getdisə onun üçün heç nə. Bəs bu neçə ildir namaz qılırdı? Heç nə, vallahi heç nə, boş. Heç nə. Bunun Allahla münasibəti yoxdur, 0 dərəcədədir. Ya əksinə Allah başqa bir imtihan göndərir bəzən. Allahın dostu deyəndə ki, övliyalardan danışmır. Allah yolunda olan bir mömin gəlir sənə əziyyət verir. Gərək acığın gəlməsin ondan. Gərək sənin ondan acığın gəlməsin. Sənin ondan zəhlün getməsin. Sən onu Allah üçün sevirsənsə, o əhl-i beyti sevir. Sən də onu sevirsənsə, sənə pislik elədi. Kin ürəyivə düşməməlidir kin ürəyivə. Kin ürəyivə düşdüsə Allaha məhəbbətin səmimi deyil. Allah yolunda birini sevsən, 100 dənə də sənə pislik eləsə qırıb ata bilmirsən, qıra bilmirsən və Allah bu imtihanlardan bizə göndərəcək. Ki, məhəbbətli, nə qədər səmimi olduğu, məhəbbətində səmimi olduğumuz bəlli olsun.